Onun içinde soğan var, ceviz var. Evet. Ne var sonra? Turşu. Turşu müthiş. Soğan. Şu içinde turşusu da var. Enteresan. Et var. Yani böyle. Beyaz TV'nin məşhur aparıcısı Nərmin Öztürk Azərbaycana gəlib. O, əməkdar artist Elnarə Abdullayevanın evində iftar süfrəsinə qonaq olub. Qonaqlar arasında Kurtlar Vadisi Pusu serialında Yasin obrazını canlandıran Ertuğrul Şakar da yer alıb. Həmin görüntüləri aparıcı sosial şəbəkədə paylaşıb. Şimdi bu hangi üzüm yaprağından mı? Üzüm yaprağı, Ne var içinde? koyun eti, Koyun eti. pirinç, düğün, Evet. soğan. Ne Soğan. diyorsun? Soğan diyorsun. Evet. Bunun içinde pişiriyorsunuz. Bu da Əməkdar artist Aybəniz Haşimova 8 martda bloger qızı Aynişan Quliyeva ilə kamera qarşısına keçib. O, qızı ilə fotolarını yayımlayaraq bunları yazıb. Bugün dünyanın hər güşəsində bir çiçək açır. Ana, bacı, qız, dost, sirdaş olan qadınların nuru ilə. Aynişanım, sən mənim ruhumun ən dərin bitməyən bəstəsi, oxunan nəğməsisən. Sevimli bütün xanımlar, siz isə həyatımın ən incə, ən gözəl çalarlarısınız. Hər birinizin sevgi dolu qəlbinə, əvəzsiz varlığınıza görə minnətdaram. Qoy bu həyat sizə yalnız sevinç, xoşbəxtlik və dəyərinizə layiq ən gözəl anları bəxş etsin. 8 Mart Qadınlar Bayramınız mübarək.